biraz da istəyəcəm ki, açıqlayasınız daha geniş şəkildə. Bu platforma hansı ehtiyacdan yəni yarandı? Hansı ehtiyacdan yarandı? Yəni az əvvəl qeyd etdiyim kimi, tədris mərkəzləri köhnə metodlarla getdikləri üçün, təbii ki, içərisində Excel-dən istifadə edən oldu, digər xarici proqramlardan da istifadə edən şəxslər var. Amma bir mərkəzləşmiş sistem formatında deyil. Yəni bizim proqramda bütün funksiyaları siz bir platform vasitəsilə idarə edə bilirsiniz. Yəni bütün proseslərinizi bir platformada idarə edə bilirsiniz. Yəni məsəl üçün bizə müraciət daxil olur. Hansı ki, müxtəlif nöqtələrdən gələnlər olur. Ola bilsin ki, bizim Instagram reklamlarımızdan, ola bilsin bizə fiziki yaxınlaşan ola bilər, ya da fleyrlərdən yaxınlaşanlar ola bilər. Və biz bunu müraciəti eşidirik və qalır eləcə. Ya da üzərinə çox düşə bilmirik, çox nəzər yetirə bilmirik. Və bunlar hamısı potensial tələbə deməkdir. Kurs mərkəzləri üçün, tədris mərkəzləri üçün. Bizim proqramda, məsəl üçün, müraciətlər funksiyası vasitəsilə bütün müraciətləri qeydə ala bilirlər. Hansı ki, kurslar. Və o müraciətlərə artıq daha çox özən göstərə bilirlər. Yəni, onlara avtomatik bildirişlər göndərilsin, onlara üzrə bir hesabatlar əldə edilsin. Məsəl üçün, mən Metaya müəyyən qədər ödəniş etmişəm. Mən bilmək istəyirəm ki, Metadan ödədiyim ödəniş mənə nə qədər fayda verir. Təbii ki, Metanın da bizə çıxardığı statistikalar olur. Amma proqramın çıxardığı statistika tam fərqli olur. Bəlkə o reklamı səhv başa düşüb başqa bir müraciətli, əlaqəsiz bir müraciətdir. Meta bizə statistika kimi müraciətə geri dönüş bu qədər göstərir. Amma bizə proqrama siz qeyd etdiyiniz zaman artıq onu biləcəksiniz ki, bizim reklamların biz kontentinini ya düzgünmü edirik, düzgünmü reklamı yerləşdiririk. Bunu analiz edə biləcəksiniz. Bu işin biznes tərəfi bir növ. Məsəl üçün bizdə maliyyə axınının izlənilməsi var. Maliyyənin belə deyim, əsas məsələ borclar bilirsiniz ki. Tədris mərkəzlərinin ən qlobal problemlərindən biri də ödəniş nəzarətidir. Yəni maliyyə axınının nəzarətini tənzimləyə bilmirlər. Yəni, təbii ki, bu da iş çoxluğundan əmələ gəlir. Hər dəfə bəzən gecikmələrə utanırlar zəng etməyə, ödənişinizi ödəyin deyə bir neçə faktorlar var. Amma bizdə proqramda avtomatik bildiriş vasitəsilə, yəni tədris mərkəzi borcu olan tələbələrə avtomatik bildiriş göndərir və avtomatik olaraq artıq tələbəyə demək məcburiyyətinə qalmır valideynə ki, ödənişinizi ödəyin. Zaten o bildirişdə görür. Əlavə də olaraq həm bildirişdə əlavə, zaten tələbənin kabineti də olur və kabinetində ödənilməli məbləğini görə bilir. Ki, məsəl üçün, mən bu ay nə qədər ödəniş etməliyəm. Zaten o hər kabinetinə girəndə o ödənişi görmüş olur. Yəni, bu da işi asanlaşdırır. Eyni zamanda davamiyyəti yaza bilirlər. Müəllim hər dəfə dərsə gələndə uşağın davamiyyətini yazır. Davamiyyəti izləyə bilir. Valideyn oradan artıq zəng edib soruşmağa ehtiyacı olmur. Uşaq dərsə gəldimi, gəlmədimi? Təbii ki, balacalarda bu cür problem olmur. Amma yeniyetmələrdə, abituriyentlərdə bu cür dərsə gəlməməzlik, davamiyyətsizlik halları çox olur. Yəni, valideynlərin bir növ nəzarəti üçün bu əsas tətbiq olunur. Büdcədən tutmuş, yəni maliyyə məsələsindən tutmuş. Hər bir şeyə qədər, davamiyyətə qədər düşünün ki, övladını təqib etmək istəyən o qədər valideynlər var. Sadəcə bu şəxsi kabinetə daxil olma, girişə icazə valideyninə varmı? Bəli. Biz zaten proqramda... Yox, az kiçik yaşlı uşaqlara dediniz, amma məsələn yeniyetmədə tələbədə yenə də yəni, olar. Yəni tələbə kabineti açıldığı zaman, əgər ki tələbənin yaşı balacadırsa, biz ümumi hamısı tələbə anlayışı deyirik. Baxçadırsa, təbii ki, uşaq öz kabinetində daxil ola bilməz. Yəni o vəziyyətdə təbii ki, valideyn daxil olacaq. Ya da bəzən ola bilər ki, abituriyentin özünə də verməyə bilər, valideynə verə bilər və valideyn oradan görə bilər. Yəni, bu tamamən sizin övladınızla aranızda olan münasibətdən asılıdır. Yəni, oradan, yəni tələbənin kabineti olur, oradan valideyn də izləyə bilir, tələbə özü də izləyə bilir. Bunun üçün nə açmaq lazımdır? Birinci növbədə şəxsi kabinet eodu.az belə saytda deyə bilərik buna. Yox, proqram təminatıdır. eodu.az bizim o göndərdiyim hissəsi linkdir. Yəni, ümumi bizim tanıtım linkimiz idi. Bunun üçün nə etmək lazımdır? Tədris mərkəzləri bizimlə əlaqə saxlamalıdır. Əlaqə nömrələrimiz 070 507 50 00 070 502 50 00 nömrələridir. Bir daha təkrar edəcəm. Mən də veriliş müddətində 070 502 50 00 EODU platformasıdır. EODU.az